Əziz dostlar, əziz qardaşlar, bax görürsünüz, bu günlər biz kimin yanındayıq, kimin ziyarətindəyik. Rəşad, sağ ol Rəşad qardaşım, Allah suvar eləsin. O ürəyimiz açılmaq istəyirsə, o insanın süfrədir, şəraitdir, yox. Əsas var qonağı qəbul edən oğlan. Sağ ol Rəşad, səni salamlayıram əziz qardaşım. Sağ ol qardaşım, sağ ol. İnşallah bu da bizim əzizimizdir. Qardaş necəsən? İki dənə Rəşadlar böylədir bu günlərdir. Keçək. Bəh, maşallah. Əllərinizə sağlıq, qardaş. Allah suvar eləsin. Bu kişilər də Rəşadın dostlarıdır. Elə bizim qardaşlarımız, hamısı canciyərimizdir. Allah suvar eləsin. Allah əllərinizə sağlıq versin. Allah zəhmətinizə bərəkət versin inşallah. Bu gözəl məkandan sizləri ziyarət edirik qardaşlar. Bu da bizim dənizimiz. Gözəl ana Xəzərimiz. Görürsünüz qardaşlar. Maşallah olsun. Rəşad ki, necədir vəziyyət? Yaxşıdır inşallah. Allah sənin canını sağ eləsin. Maşallah. Vallahi adam ürəyi açıldı buranı. Köhnəliyi var, deyirəm, məni kasıb məkana çağırın. Mənəbiyyatı böyük, ürəyi böyük, şəraiti kasıb olan məkana çağırın. Maşallah olsun, adam ürəyi açılır. Allah şahiddir. Allah malına, mülkünə bərəkət. Bir də bizim qədim simavarımız. İnşallah bu da bizim atributlardan biri sayılır. Bu da bizim qədəşin göyərsinləri. Elə bu köhnə putqalarda görmüşük ən yaxşı uçuşları biz həmişə. Belə yaxşıdır. Quş yuvasını tanımalıdır. Eyni olanda quş görürsən ki, olur. Rəşad, dırnaqları bəlkə olsun. Çox sağ ol. Çox sağ ol. Biz ətraflı şəkildə nəyə görə buradayıq, nədir? İnşallah videonun əvvəlinə mən o haqda geniş məlumat verəcəm Allah qoysa. Rəşadla bərabər. Rəşad Balaxanını təmsil edir. İnşallah Balaxanı ziyaları haqqında, xüsusən də şəhidləri haqqında, Balaxanının adət-ənənələri haqqında Rəşad qardaşımız ümumi məlumat verəcək inşallah. Çəkilişlərimizdə, əziz dostlar, əsas bunlar deyil. Bunların yaratdığı vasitədir və vasitə ilə də bərabər bizim bu köhnəliyi Bakı kəndlərindən, yəni xüsusilə Balaxanının sir neft vaxtlarında, sir Birinci Dünya belə deyək də, Sovetin vaxtındakı xidmətləri, sir indiki dövrdə biz ətraflı məlumat verəcəyik dostlarımıza ki, Balaxanını daha yaxından tanıyaq. İnşallah Rəşad ali təhsilli qardaşımızdır, inanıram ki... Qədim kənddir, Balaxanının tarixi böyüdür, Balaxanada kimlər olmayıb, Allah haqqı. O haqda bizim qəşəng müsahibəmiz olacaq. Yaxşı, əziz qardaşım, xahiş edirəm səndən, yəni ətraflı məlumat verərsən. Bunlar vasitəsi olsun, onları bir daha yaxından tanıyaq, xatırladaq, gənclərimiz də bilsin. Tək Bakı yox, bütün Azərbaycanımız bilsin ki, Balaxanıda nələr var, kimlər olub, hansı qoçaqlar olub, hansı bəylər olub. İnşallah bu haqda özün məlumat verərsən. Yaxşı, əziz qardaşım. Dostlar, inşallah Rəşadın təqdimatından sizə ətraflı məlumat verəcəyik. Xeyirli uğurlu olsun bir daha. Çox sağ ol, çox sağ ol.